heyvanın gözəl tərzdə kəsilməsi üçün onu şəriətin qoyduğu şərtlərə uyğun şəkildə kəsmək gərəkdir. Həmin şərtlər isə bunlardır. Birincisi, heyvanı kəsən adam müsəlman olmamalıdır. Və əgər heyvanı bütpərəst, yəni şirk və ya küfr əhli kəsərsə, o heyvanın əti halal sayılmaz. İkinci şərt, heyvanı kəsmək üçün istifadə edilən bıçaq və s. buna bənzər alətlər kəsici olmalıdır ki, heyvanın qanını axıtmaq mümkün olsun. Bu xüsusda varid olmuş hədisdə Peyğəmbər sallallahu aleyhi və sələm belə buyurmuşdur. Heyvanın qanı axıdılsa və onun üstündə Allahın adı çəkilsə, ondan yeyə bilərsiniz. Lakin diş və dırnaqla onu kəsmək qadağandır. Sizə bunun niyə qadağan olduğunu deyim mi? Diş sümükdür, dırnaq isə həbəşlərin bıçağıdır. Bu hədisi İmam Buxari rahiməhullah səhihində rəvayət edir. Üçüncü şərt, heyvanın boyun damarlarını kəsməklə onun qanının axıdılmasıdır. Buna da dəlil bir qədər əvvəl zikr etdiyimiz, heyvanın qanı axıdılsa və onun üstündə Allahın adı çəkilsə, ondan yeyə bilərsiniz hədisidir. Qeyd edək ki, bu iki əsas damarı kəsməklə kifayətlənmək caizdir. Lakin, əgər bununla yanaşı heyvanın həm hülqumu, həm də qida borusu kəsilsə, daha gözəl olar. Bundan da bizə aydın olur ki, heyvanı kəsdikdə bu 4 əzanı, boyun damarlarını, hülqumu və qida borusunu kəsmək ən gözəl kəsim qaydası sayılır. Sadəcə boyun damarlarını kəsmək isə heyvanın ətinin halal sayılması üçün kifayət edir. Boyun damarlarını kəsmədən onun yalnız hülqumunu və qida borusunu kəsmək isə halal sayılması üçün kifayət deyil. Dördüncü şərt isə heyvanı kəsdikdə Allahın adının çəkilməsidir. Yəni, Bismillah deyilməsidir. Buna da dəlil bir qədər əvvəl zikr etdiyimiz heyvanın qanı axıdılsa və onun üstündə Allahın adı çəkilsə, ondan yeyə bilərsiniz hədisidir. Həmsinin Əl-Ən'am surəsinin 121-ci ayəsidir. Həmin ayədə belə buyurulur. Üstündə Allahın adı çəkilməmiş, Bismillah deyilib kəsilməmiş heyvanlardan yeməyin. Çünki bu günahdır. Bundan əlavə, qurbanlıq heyvanı kəsdikdə onun başını qibləyə çevirmək, Allahu Akbar demək, ha belə onun qəbul olunması üçün dua etmək müstəhəb əməllərdəndir.